Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Tarix Hasan İzaddə kanalında sizi yenidən xoş gördük. Bu gün mən Samir Bəşirli sizə 12 oktyabr güvən sınağı 10-cu sinif 3-cü qrup və B variantının tarix sualları ilə tanış eləyəcəm. Videoya keçməmişdən qabaq onu da bildirmək istəyirəm ki, bu sualları bax bu PDF-i təmiz şəkildə əldə etmək üçün aşağıda qeyd elədiyim Telegram linkinə daxil olun. Oradan yükləyin, işləyin. Əgər kimlərsə sınaqda iştirak eləməyibsə, ondan sonra təzədən bu videoya daxil olun və səhvlərinizi yoxlayın. Əgər siz güvən imtahanında iştirak eləmisinizsə, o zaman like qoyun, sualları bir-bir yoxlayın və daha sonra öz nəticənizi aşağıda şərh qismində qeyd eləyərsiniz. Beləliklə başladıq. 31-ci sual. Bir balaca yaxınlaşdırım. Deməli, 31-ci sual. Neolit dövrünün sxemdə verilən dövrlərlə ümumi cəhətlərini müəyyən edin. Nə deyir? Neolit dövrünün sxemdə verilən dövrlərlə ümumi cəhətlərini müəyyən edin. Paleolit dövrü. Deməli, biz neolitin paleolitlə, eneolitlə, tunc dövrü ilə oxşar cəhətlərini tapmalıyıq. Paleolitə aid ox və kamandan istifadə olunması. Bu, paleolit dövrünün ümumiyyətcə ox və kamandan istifadə yox idi. Dərhal nə edirəm? Dərhal buradan A variantlarını çıxıram. İkinci, insanların qan qohumluğu əsasında birləşməsi. Paleolit dövründə insanlar qan qohumluğu əsasında birləşirdi. Neolit dövründə də həmçinin birləşirlər. Çünki üst paleolitdən eneolitə qədər biz bilirik ki, ana xaqanlıq dövrüdür. Bu dövrdə də insanlar qan qohumluğuna əsasən birləşiblər. Deməli 1B, 1B-ni götürdüm. Əhalinin oturaq həyat sürməsi. Paleolit dövründə əhali oturaq həyat sürməyib. Ona görə də biz bunu götürə bilmərik. Deməli, onda bu C variantını da buradan silirəm. O zaman baxıram digər variantlara. Eneolit dövrü. Neolitlə eneolitin oxşarlığı metal əmək alətlərinin hazırlanması ola bilərmi? Xeyr, ola bilməz. Çünki eneolitdə metaldan əmək alətləri hazırlanıb, lakin neolitdə hazırlanmayıb. Ona görə də bu oxşar ola bilməz. Bu variantı da çıxandan sonra qalır bizdə bir dənə A variantı. Bax, fikir verdinizmi? Çıxdaş üsulu ilə mən rahatlıqla bu sualın cavabını tapdım. Heç digərlərinin əslində baxmağa ehtiyac yoxdur, amma gəlin yoxlayaq. Hər ehtimala qarşı yoxlamaq yaxşıdır. Deməli, 2-də BC istehsal təsərrüfatının mövcud olması hər ikisində mövcud olub. Torpağın toxa ilə şumlanması bu da hər ikisinə aiddir. Deməli, 2BC idi. 3-ə baxıram. Tunc dövrü yeni təsərrüfat sahələrinin meydana gəlməsi. Bəli, Tuncda da, neolitdə də yeni təsərrüfat sahələri meydana gəlib. Amma xüsusi ibadət evləri də qəbilə həyatında qadının mühüm rol oynamasıdır. Bu oxşar cəhət deyil. Neolit dövrü ilə Tunc dövrünün. 32-ci suala baxırıq. Manna və Atropatena dövlətləri hər ikisinin oxşarlığı. Azərbaycanın cənubunda meydana gəlmişdi. Bəli, quldar monarxiya dövlətləridir. Bu da düzdür. Deməli, cavabım B bəndi 1-2-dir. Sonra baxıram 33-ə. Nə deyir 33-də? Deyir ki, uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edin. Yəni, e, Yunan-Əhəməni müharibəsi burada qələbə qazananlar. Yunanların və Əhəmənilərin qələbələri. Biz bilirik ki, Yunanlar Marafonla Salamin döyüşündə qələbə qazanıblar. Düzdürmü? Marafon və üzr istəyirəm, Marafon və Salamin döyüşlərində deməli bir BC, bir BC elə bir dənə variantımız var bir BC. 2-də də ki, bəli, Fermopil döyüşü olmalıdır. Deməli bizim cavabımız olur C bəndi. C bəndi doğru cavabdır. Sonra keçirəm digərinə. Keçirəm digərinə. Neandertal tipli insanlara aiddir. Səsli nitqin formalaşması. Bu təbii ki, ağıllı insana aiddir. Süni yolla odun əldə edilməsi, bax cavabımız budur. Ox və kamandır, saxsı qablardır, torpağın toxa ilə şullanmasıdır. Bunlar hamısı bizə aiddir, yəni ağıllı insanlara aiddir. Qədim Yunanıstanda teatrın meydana gəlməsindən təsir göstərdi. Biz bilirik ki, Qədim Yunanıstanda Dionisin şərəfinə təşkil olunan şənliklər vardı və elə bunun da nəticəsində teatr tamaşaları göstərilməyə başlandı. Deməli, tanrıların şərəfinə təntənəli bayramların keçirilməsi. Cavab D-dir burada. O biri variantlar uyğun deyil. 36-ya baxıram. Nə deyir 36-da? Midiyalı Baryaksin başçılıq etdiyi hərəkatın baş verməsinə səbəb oldu. Baryaks bilirsiniz ki, Makedoniyalı İskəndərin Əhəmənilərlə müharibəsi dövründə, yəni Əhəmənilərə son qoyandan sonra o hücum edir Hindistana, Makedoniyalı İskəndər və Midiyada da Baryaks üsyan qaldırır. Bunun da səbəbi təbii ki, nə ola bilər? Bunların arasında ən düzgün cavab baxaq görə hansıdır. Midiyada hakimiyyətin farsların əlinə keçməsi. Bu Qaumata üsyanına aiddir. Yəni Midiyaya son qoyub
Əhəməni dövləti yaradırlar. Ona görə də Qaumata üsyanı baş verir Midiyada. Yəni Baryaksə aid deyil. Ölkə ərazisinə İskitlərin hökmranlıq etməsi bu artıq yəni Baryaksin dövründə belə bir şey yox idi. Assuriyaya qarşı aparılan uzunmüddətli müharibələr, bu da yox idi. Astiaq, yəni həmin dövrdə yox idi. Cavab burada C-dir. Çünki Makedoniyalıların özbaşınalığı elə əslində heç bu sualın cavabını bilməsək də tapa bilərdik. Çünki biz bilirik ki, Baryaks yaşayan dövrdə ancaq Makedoniyalılar olub. Makedoniyalıların da özbaşınalığı təbii ki, bu üsyana səbəb ola bilərdi. 37-yə baxırıq. Ulusunu çıxılmaz vəziyyətə qalıb, Urartu meyilli qüvvələrin tərəfinə keçdi və 1-ci Rusiya onu Manna hökmdarı kimi tanıdı. Əvəzində Ulusunu 1-ci Rusiyanın işğal etdiyi ərazilərin Urartuya verilməsi ilə razılaşmalı oldu. Ulusunun mətndə bəhs olunan siyasəti səbəb oldu. Yəni, nəyə səbəb oldu? 2-ci Sarqonun yürüşünə səbəb oldu. Deməli, cavabımız burada Y bəndidir. Bunların hamısı səhvdir. Heç baxmağa dəyməz. Vaxt itirməyə dəyməz. Burada ən düzgün cavab Y-dir. Sonra keçirik növbətiyə. Bir dəqiqə növbəti. Aha, 38-ə baxırıq. Nə deyir 38-də? Səbəb-nəticə əlaqəsinin doğru verildiyi bəndi müəyyən edin. Səbəb-nəticə əlaqəsinin doğru verildiyi bənd. Periklin strateji seçilməsi nəticəsində marafon döyüşündə Yunanlılar qələbə qazandı. Xeyr, Perikildən təxminən bir 50 il əvvəl marafon döyüşü baş vermişdi. Həmin vaxt Miltiad idi, bunu çıxdıq. 50 il olmasın, yəni biraz da çox olsun. Yəni mən onu təxmini dedim. Qırmızı qaşlılar üsyanının yatırılması. Bunun nəticəsində Çində vuruşan padşahlar başa çatdı. Bu da səhvdir. Makedoniyalı İskəndərin Hindistana yürüş etməsi nəticəsində Mauriya sülaləsinə son qoyulmayıb, şimal-qərbi Hindistan tutulub. İkinci Ramzesin Hitlər üzərində qələbə qazanması, Misirin şimal sərhədlərinin ilk dəfə Fərat çayı sahillərinə çatması, bu da səhvdir. Afinanın Kiçik Asiyadakı üsyançılara kömək etməsi, 1-ci Daranın Yunanistana hücum etməsi, bəli, zaten bunları çıxandan sonra bir dənə bu variant qalır. Elə həqiqətən də elədir də bu Afina Kiçik Asiyadakı Yunanlara kömək edir və nəticədə bundan qəzəblənən Dara Yunanistana hücum edir və beləcə Yunan-İran müharibələri başlayır. 39 deyir, paleolit dövründən fərqli olaraq mezolit dövründə. Yəni biz mezolitə aid cəhəti tapırıq, amma elə bir cəhət olmalı ki, paleolit dövründə olmasın. Bax, A aid deyil, heç birinə aid deyil. Çünki mezolit dövründə ölülər yaşayış məskənlərindən kənarda dəfn edilməyə başlanmayıb. Yəni bu səhvdir. Bu erkən tunca aiddir. İnsanlar qəbilə icması halında yaşayırdılar. Yəni bu hər ikisinə aiddir. Ovçuluq və balçılıq əhalinin ikinci dərəcəli məşğuliyyət sayəsində çevrildi. Xeyr, yəni hər ikisinin də əsası idi. İstehsal təsərrüfatının keçişinin əsası qoyuldu. Bəli. Siz əgər mənim videolarıma baxmısınızsa, o zaman orada bilirsiniz ki, mən demişəm ki, mezolit dövrü açar sözü əsası qoyuldudur. Yəni bu dövrdə həm maldarlığın, həm əkinçiliyin, həm heyvanların əhliləşdirilməsinin, həm də istehsal təsərrüfatına keçidin əsası qoyulub. Mənimsəmədən istehsala keçidin əsası qoyulub. Yeri gəlmişəm, kanalda mənim video izahlarım var ardıcıl şəkildə və onları keçid edib baxa bilərsiniz. Hansı mövzuda çətinlik çəkirsinizsə, həmin mövzuya aid asan izahlarımız var. Girib baxa bilərsiniz. Deməli, burada cavab oldu D bəndi. 40. Qədim Hindistan və Makedoniya imperiyasına aid oxşar cəhət nədir? Qədim Hindistan və Makedoniya imperiyasına aid oxşar cəhət ayrı tayfalar təbii ki, ola bilməz. Cavab burada B-dir. Əhəməni dövləti ilə mübarizə aparmaları. Sualı biraz düzgün qoymayıblar, amma olsun. Ən uyğun cavab burada B-dir. Çünki bu sualdan belə çıxır ki, Hindistan da imperiyadır. Yəni belə də başa düşmək olar. Bəzilərini çaşdıra bilər, amma olsun. Yəni hər halda başa düşürük ki, Hindistan ərazi olaraq təbii ki, Hindistan tarixinə aid, Hindistan və Makedoniya tarixinə aid oxşar cəhət bu Əhəməni dövləti ilə mübarizə aparmaları. Cavab B-dir burada. Sonra baxırıq 41-ə. 41-də nə deyir? Göstərilən xüsusiyyətlərin aid olduğu ərazini xəritədə müəyyən edin. Qədim insan məskəni olan Azıq mağarası burada yerləşir. Ərazisində Quruçay mədəniyyəti formalaşmışdır. Bu təbii ki, Xocavənd ərazisidir. Xocavənd də burada 3-dür. Cavab burada C bəndidir. Sonra gəldik 42-yə. 42-ci sual. Baxaq, Çin tərəfindən Qərbi Hun dövlətinin süquta uğradıldığı ildə Albaniyada, yəni eradan əvvəl 36-cı ildə Albaniyada nə baş verib? Roma sərkərdəsi Kanidinin yürüşü baş verib Albaniyaya. Cavab D-dir burada. 43.
E, Yəni bunu mənə elə gəlir ki, bu sualı izah eləməyə mənə elə gəlir ki, bir ehtiyac yoxdur. Çünki yenə deyirəm, eyni ildə baş verən hadisələri soruşur da. Eradan əvvəl 36-dır, bu da eradan əvvəl 36-dır. Yəni bunlar hamısı səhvdir. Heç biri eradan əvvəl 36-cı ildə baş vermədiyinə görə səhvdir. Cavab burada D-dir. 43. İri tayfa ittifaqlarının yaranması, idarəetmənin adlı sanlı adamların əlində toplanması, cəmiyyətin varlı və yoxsullara bölünməsi. Bu nəyin səbəbidir? Bu ibtidai icmanın dağılmasının səbəbidir. Bu topluluqdakı mənə elə gəlir sualdır. Ya onu biraz dəyişdirib salıblar. C bəndidir. Cavab C-dir burada. Sonra 44-cü suala baxaq. 44-də nə deyir? Aha, Manna və İskit şahlığı. Bunların oxşar və fərqli cəhətləri. Sirdaqqa şəhərində müqavilə imzalaması. Müqavilə imzalaması, yəni biraz sözü düzgün yazılır. Dövlət tamam olsun. 1A Assuriya ilə müharibə aparması. Bu hər ikisinin oxşarlığıdır. Deməli 1A 3B-ni axtarıram. 1A 3B. Baxıram görüm 1A 3B bəndi. Bir dənə burada var. Bir dənə burada var. Baxıram, bax 3B-dir, 1A-dır. Sonra yoxlayıram indi bunu. 2-də C olmalıdır. Yəni İskit şahlığına aid Midiya dövlətinin tabe etməsi. Bəli, biz bilirik ki, 653-cü ildən sonra e, deməli Midiya İskit ağalığı altına düşür. Ta ki Kiaksar onu İskit ağalığından xilas edənə qədər. Sonra Oauş döyüşündə Urartu meyilli qüvvələrə məğlub olması. Yəni düzdür, orada Aza məğlub olub. Biraz cümlə üslub səhvi var, amma olsun. Yəni ən uyğun cavab bu gəlir. 1AD, 2C, 3B. Bəli, ən uyğun cavab budur. 6-cı yüzilliyin əvvəllərində süquta uğraması bu da ikisinin də oxşarlığıdır. 1AD, 2C, 3BY. Cavab burada B-dir. 44-də. Sonra keçdik 45-ə. Daha sonra baş vermişdir. İlləri qabağından yazmalıyıq belə testlərdə. Deməli, Sin sülaləsinin hakimiyyətə gəlməsi. Eradan əvvəl 221. Xeyrinə döyüşü. Eradan əvvəl 338. Salon islahatları. Eradan əvvəl 594. Pinçen sazişi. Eradan əvvəl 200. Afina-Sparta müharibəsinin başa çatması eradan əvvəl 404. Deməli, daha sonra baş vermişdir deyirsə, bunlardan ən axırda gələni tapırıq. O da hansıdır? Pinçen müqaviləsidir də, düzdür? Pinçen müqaviləsidir. Cavab D-dir burada. Sonra keçdik 46-ya. 46, deməli 46-cı sual. Sənətkarlar içərisindən tacirlər qrupunun ayrılması nəticəsində nə baş verdi? Üçüncü ictimai əmək bölgüsü baş verdi. Yəni bu üçüncü ictimai əmək bölgüsüdür. Tacirlərin ayrıca bir dəstəyə çevrilməsi. Üçüncü ictimai əmək bölgüsü. Sonra gəldi 47-yə müasir xəritədə işarələnmiş dövlətin, yəni bu Yunanistandır. Bu Yunanistan dövlətidir. Eradan əvvəl 5-ci yüzilliyin ikinci yarısına aid hadisəsini müəyyən edin. Yəni 5-ci yüzilliyin ikinci yarısı deyirsə, bu təxminən neçənci illər düşəcək? Təxminən 450-dən 400-ə qədər. Düzdür? Burada nə ola bilər? Salon islahatları ola bilərmi? Xeyr, ola bilməz. Deməli, biz salon islahatlarını buradan çıxırıq. Afina-Sparta müharibəsinin başa çatması mı ola bilər? Ola bilər. 2-ni götürürəm. Onda bu C-ni də buradan çıxıram. Periklin strateq seçilməsi bu da ola bilər. Amma drakon qanunları ola bilməz. Cavab burada olur. A bəndi. Sonra 48-ə baxıram. 48 eradan əvvəl 1-ci əsrin sonlarından biraz bunu yuxarı qaldırım. Üzr istəyirəm. Aha. Eradan əvvəl 1-ci əsrin sonlarında Atropaten hökmdarının Roma ilə yaxınlaşmaqda məqsədi nə idi? Atropaten hökmdarının Roma ilə yaxınlaşmaqda məqsədi 1-ci əsrin sonlarında. Təbii ki, Parfiya işğalçılıq siyasətinin qarşısını almaq. Cavab B-dir burada. Sonra keçdik 49-a. 49-da nə deyir? Qəbilə icması üçün səciyyəvi deyil. Qəbilə icması üçün səciyyəvi deyil deyirsə, insanların toxuculuqla məşğul olması təbii ki, qəbilə icmasına aiddir. Ölülərin üzərinə qırmızı boya səpilməsi bu da aiddir. Toxa əkinçiliyin mövcud olması aiddir. Hə, axirət dünyasına inamın yaranmağa başlaması. Miqə də belə bir sual düşmüşdü. O sual yadıma düşdü. O sual da səhv idi. Amma düzdür, bu sual burada düzdür. Sadəcə cümlənin özü səhvdir. Yəni bu testi hazırlayan adamlar yəqin ki, güvənin rəhbərliyində bunu izləyib eləyərlər. Yəni bu belə
cümlə olmur, yəni axirət dünyasında inamın yaranmağa başlaması. Yaranır ya da yaranmır. Yəni yaranmağa başlamaq nə deməkdir? Amma hər halda cavab burada deyildi. Çünki yəqin ki, bunu hazırlayan adam nəyi nəzərdə tutub? Alt paleolit dövrünü nəzərdə tutub. Ona görə də cavab üzr istəyirəm. Orta paleolit dövrünü nəzərdə tutub. O da ki, qəbilə icması dövrünə düşmür. Sonra keçdik 50-yə. Keçdik 50-yə. Burada nədir? Çin hökmdarları müxtəlif üsullarla Hun dövlətinin daxili işlərinə qarışmağa, nifaq yaratmağa çalışırdılar. Onlar rəqibinin döyüş üsullarını öyrənir, özləri də süvari qoşunlar təşkil edirdilər. Eyni zamanda Çin hökmdarları nikah diplomatiyasından istifadə etməyə üstünlük verir. Bu yolla Hun şahzadələri arasında ədavət yaratmağa çalışırdılar. Deyir ki, Çin hökmdarlarının nəzdində bəhs olunan siyasətin nəticəsində, yəni bu siyasətin nəticəsində nə baş verdi? Hun dövlətində vuruşan padşahlılar dövrü, bu səhvdir. Yəni böyük Hun dövləti iki yerə parçalandı. Cavab C-dir. Böyük Hun dövləti iki yerə parçalandı. Yəni bu prosesin nəticəsində bəli 58-ci ildə biz bildik ki, iki yerə bölündü. Cavab C-dir burada. C. Sonra 51 Makedoniyalı İskəndərin Midiya satraplığını iki yerə bölərək Cənubi Midiyanı özündə saxlamasının səbəbi. Deməli, Cənubi Midiyanı özündə saxlamasının səbəbi budur ki, mühüm ticarət yolları Ekbatandan keçirdi. Cavab D-dir burada. Birmənalı səbəb budur. Çünki Atropatena həmin dövrdə yox idi. Makedoniyanın müqavimət göstərməsi, alanlar, yəni bunlar heç bir əlaqəsi yoxdur. Baryak üsyanı da ondan sonra baş verib zaten. Bundan sonra baş verib. Sonra 52. Məntiqi ardıcıllıq. Baxaq burada. Deməli, Afinada Yunan yoxsullara torpaq verilməsi uğrunda mübarizənin başlanması. Başlanması, tamam. Bu başlayıbdır 7-ci əsrdə. Üsyandan qorxan aristokratların güzəştə getməyə məcbur olması, bəli. Deməli, Demos torpaq tələb edirdi, vəzifə tutmaq tələb edirdi və borca görə qul edilmənin qadağan olması tələb edirdi. Bunun da nəticəsində nə baş verdi? Solon islahatları oldu. Amma mən burada görürəm ki, bu test səhvdir. Niyə görə səhvdir? Çünki burada B variantı da, Y variantı da bura uyğundur. Düzdür, indi burada mən əminəm ki, bu testi salanlar Y variantını götürürlər. Lakin biz bilirik ki, salon islahatının nəticəsində nə baş verdi? Nəticəsi o oldu ki, 6-cı əsrin sonunda düzdür. Bu 6-cı əsrin sonunda baş verib. Lakin salon islahatının nəticəsində baş verib. Salon islahatı nəticəsində xalq yığıncağı ali hakimiyyət orqanına çevrilib. Yəni əslində burada B-ni də götürmək olar. Amma mən bilirəm ki, bu sualı hazırlayanlar, yəni Y-ni götürüblər. Çünki onlar düşünmürlər ki, xalq yığıncağının ali hakimiyyət orqanına çevrilməsi də elə salon islahatının nəticəsidir. Yəni o baş verir ki, o birisi olur da, o prosesin əsasını qoyan Solon olur. Solonun islahatları olur. Çünki belə deyək, e, Salon islahatından sonra Ağsaqqallar Şurasının qüdrəti sarsılır. Demos hamısı xalq yığıncağında iştirak eləmək hüququ qazanır və bunun nəticəsində xalq yığıncağı artıq önəmli bir rol almağa başlayır. Düzdür, arada tiranlıq olsa da, bir müddət tiranlıq mövcud olsa da, amma sonradan yenə də xalq yığıncağı öz yəni e, necə deyirlər, əhəmiyyətini bərpa eləyir və tiranlığı devrəndən sonra Afinanı idarə etmək üçün müddətli strateqilər seçilir. Yəni müəyyən müddətə seçilən şəxslər dövləti idarə etməyə başlayır. Cavab burada Y-dir, düzdür. Y-dir, Y olmağına. Yəni mən həmişə düzgün cavab yox, uyğun cavabı seçin. Yəni bu məntiqlə bu adamlar orada Y-ni götürüblər ki, B güya ki fikirləşiblər ki, 6-cı əsrin axırında baş verəcək. Mən əminəm ki, onlar belə fikirləşiblər. Bu videoya da baxırlarsa, altdakı nömrə ilə əlaqə saxlasınlar, bir müzakirə edək bu sualı. Amma mənə görə bu sual səhvdir, yəni. Mənə görə bu sual səhvdir. Keçdik 53-cü suala. 53-cü sual. Nə deyir burada? Tunc dövrünün erkən və son inkişaf mərhələlərinə aid ümumi cəhəti müəyyən edin. Tunc dövrünün erkən və son inkişaf mərhələlərinə aid ümumi cəhəti müəyyən edin. İri tayfa birliklərinin mövcud olması. İri tayfa birliklərinin mövcud olması, erkən və son inkişaf mərhələləri, yəni erkən Tunc dövrü və son Tunc dövrü. İri tayfa birlikləri erkən Tunc dövründə yox idi. Yəni Orta Tuncdan sonra yaranıb. Bəzi qəbilələrin üzərində kurqanlar, bəli, bax budur, 2-dir. Şumlama zamanı qoşqu heyvanlarından istifadə edilməsi, bu erkəndən başlayır, son Tunc dövründə də vardı. İctimai əmək bölgüsünün baş verməsi, bəli, bu da var. Elə cavabımız 2-3-4-dür. Siklopik adlanan tikililərin inşa edilməsi. Tamam.
Yəni bu da səhvdir, çünki son Tunc dövründədir bu, erkən Tunc dövründə yoxdur. Deməli cavabımız oldu 2, 3, 4. Sonra keçdik 54-cü suala. Növbəti sualımız 54-cü sualdır. Baxaq, xronoloji ardıcıllıq deyir. Deməli, Assuriya dövlətinin süquta uğraması. Biz bilirik ki, Assuriya süquta uğrayıb 605-ci ildə. 612-də paytaxtı tutulur. Axırıncı qala Harran qalası isə 605-ci ildə tutulmaqla Assuriya dövləti süquta uğrayır. Ə, Karra döyüşünün baş verməsi eradan əvvəl 53-cü il. Midyalı Baryaksin üsyanı eradan əvvəl 327-ci il təxminən. Atropatenanın Selevki dövlətindən asılılığı qəbul etməsi isə eradan əvvəl 223-cü il. Deməli, necə olacaq burada xronoloji ardıcıllıq? Ən birinci gələcək 1, sonra gələcək, deməli, mən birdən səhv düzə bilərəm, siz orada baxın. Ən birinci gələcək 1, sonra gələcək 3, sonra gələcək 2, yox, sonra yox, bir dəqiqə, bir dəqiqə, bir dəqiqə. 1, bu 1-dir. 1-i qoyduq. 3-ü qoyduq. 4, 1, 3, 4, 2. 1, 3, 4, 2. Hə, 1, 3, 4, 2. Budur cavab. 1, 3, 4, 2. Sonra Kadeş müqaviləsinə əsasən Şimali Suriya Hetlərdə qaldı. Tərəflər bir-birinə yardım etməli idilər. Bəli. Cavab 1 ilə 2-dir. Şimali Suriya Hetlərdə qaldı. Tərəflər bir-birinə yardım etməli idilər. Sonra 56 Midyada Assuriya əsarətinə qarşı üsyan qaldırmışdı Baryaks. Assuriyaya qarşı yox. Assuriyaya qarşı yox. Baryaks üsyanı qaldırmışdı Makedoniyaya qarşı. Bu səhvdir. Karra döyüşündə qələbə qazanmışdı Romalılar. Karra döyüşündə Romalılar məğlub olub, qələbə qazanmayıb. Pompey ilə barışıq əldə etmişdi Oroys. Pompey ilə barışığı Oroys əldə edibdir, bəli. Selevki dövlətinin hansı vəziyyətə düşüb Atropatena. Deməli, cavab burada 3 ilə 4-dür. Cavab 3 ilə 4-dür burada 56-da. 57-də 3-cü tutmos Mete Ashoka. Kadeş müqaviləsinin imzalanması. Kadeş müqaviləsi deməli bu Kadeş müqavilə heç birinin dövrünə bağlanmayıb. Bu 2-ci Ramzesin dövrünə bağlanıb. Monqol və Tibet tayfalarının tabe etməsi bu deməli Metexana aiddir. Hindistanı vahid dövlətdə birləşdirməsi. Hindistanı vahid dövlətdə birləşdirib Ashoka. Maurya sülaləsinə mənsub olması. Yenə də Ashoka. Fələstin və Suriyanı idarə etmək üçün canişinlər təyin etməsi. Bu isə birinci Tutmosa aiddir. Deməli, cavab 1Y, 2B, 3C, D. Bir də yoxlayırıq. Deməli, 1-ə Y yazmışıq, düzdür. 2-də B, Monqol və Tibet düzdür. Ashoka isə Hindistanı vahid dövlətlər birləşdirməsi, Maurya sülaləsinə mənsub olması. Bəli, bu da düzdür. Sonra gəlirik indi situasiya suallarına. Situasiya suallarına. Deməli, 7-ci əsrdə Midiya dövləti getdikcə güclənirdi. Onun hökmdarı ölkədə islahatlar apardı, ordunu möhkəmləndirdi. O yaxşı bilirdi ki, yaxın şərqdə ən böyük güc hələ də Assuriyadır. Assuriyanın sərt və amansız siyasəti isə çox xalqları narazı salmışdı. Buna görə də Babil hökmdarı ilə ittifaq bağladı. Məqsəd Assuriyanın hakimiyyətinə son qoymaq idi. Eradan əvvəl 612-ci ildə Midiya və Babil qoşunları birləşərək Assuriyanın paytaxtı Nineviyanı mühasirəyə aldılar. Mühasirə aylarla davam etdi. Nəhayət düşmən şəhərə daxil oldu. Küçələrdə qanlı döyüşlər başladı. Evlər yandırıldı. Beləliklə yüzillərlə yaxın şərqə hökmranlıq edən qüdrətli Assuriya imperiyası süquta uğradı. Bu dəstxət də nəsə mənə tanış gəlir. Bu MİQ imtahanına sual salanların nəsə dəstxəttinə oxşuyur. Hə. Orada səhv suallar vardı, xatırladıram bir daha. Onun da məhkəmə prosesi inşallah bu həftə gedəcək. Nəysə, qayıdaq bizim situasiya testimizə. Deyir, mənbədə hansı media hökmdarının fəaliyyətindən bəhs olunur? Kiaksar. Cavab burada bir dənə cavab yazdı. Kiaksar. Deməli, 59-a baxaq. Deyir ki, mənbəyə və tarixi biliklərinizə əsasən dövləti gücləndirmək üçün media hökmdarının həyata keçirdiyi iki tədbiri yazın. Burada bir dəqiqə dövləti gücləndirmək üçün iki tədbir nələr ola bilər? O ola bilər ki, məsələn, hərbi islahat keçirməsi, hərbi islahat keçirir. Sonra xırda vilayət hakimliklərini ləğv edir. Yəni, bunlar ola bilər. Kiaksarın həyata keçirdiyi tədbirlər. Sonra nə ola bilər? Elə əsas bunlardır. Dövləti gücləndirmək üçün gördüyü tədbirlər əsas bunlardır. Bəlkə Babillə ittifaqını da nəzərdə tuta bilər.
Babil, çünki bu deyir mənbəyə əsasən. Mənbədə də burada Midiyanın başqa nəyisə verir ki, hətta yazır da islahatlar aparması ordunu gücləndirməsi. Elə yazır burada da. İslahatlar aparması ordunu gücləndirməsi. Yox, Babillə ittifaqının ona aidiyyatı yoxdur. Əsas islahatlar aparması ordunu gücləndirməsi. Bundan söhbət gedir. Elə əslində odur cavab. İslahatlar aparması, ordunu gücləndirməsi, xırda vilayət hakimlərinin ləğv etməsi, İskit tipində ordu qurması, yəni süvari və atıcı hissələrə, ox atan hissələrə bölməsi. E, yəni bunlar ola bilər cavab. Yəni siz bunu yaza bilərsiniz. 60. Bəhs olunan dövrdə Azərbaycan dövləti Assuriyaya yardım hansı Azərbaycan dövləti Assuriyaya yardım göndərmişdir? Manna. Vəssalam. Amma bir daha da bildirirəm, Mannada hansı hökmdarın olduğu bilinmir. Konkret Mannada hansı hökmdarın Assuriyaya yardım göndərməsi bilinmir. Yəni bəziləri deyir Vallidir, deyil. Vallinin Assuriyaya yardım göndərməsi yoxdur. Yəni bilinmir o göndərib yoxsa yox. Çünki bununla bağlı kitablarda dəqiq məlumat yoxdur. Ümumiyyətlə mənbələrdə məlumat yoxdur. Bu qədər hörmətli izləyicilər, kanala abunə olmağı unutmayın. Və bu videonu digər dostlarınıza da göndərin ki, onlar da yəqin ki, sınaqdan çıxıb cavabları axtarırlar, görmək istəyirlər. E, yəni yəqin ki, onlar da narahatdırlar və sualları göndərin ki, onlar da izləsinlər və düzgün cavablarla tanış olsunlar. Və belə videoların davamının gəlməyini istəyirsinizsə, kanala abunə olun, like düyməsini sıxın və nə qədər nəticəniz qalırsa şərh yerində yazın, baxaq. Video ilə bağlı suallarınızı verə bilərsiniz. Sağ olun, gələn görüşlərə qədər.